Hər kəsə yeni videodan salamlar. Çox maraqlı transfer xəbərləri ilə qarşınızdayıq. Video keçmədən öncə sizə çox sərfəli bir təklif etmək istərdik. Sərfəli və keyfiyyətli topdan pərakəndə mallar, qısaca maye, boy, laminat, jalüz kimi bir çox lazımi və keyfiyyətli məhsullar axtarırsınızsa, narahat olmağa dəyməz. Ekranda gördüyünüz əlaqə nömrələri ilə əlaqə saxlaya və birbaşa ekrandakı ünvana gedərək özünüzə uyğun məhsulu seçə bilərsiniz. Fevralın 11-də Qarabağdan ayrılan Richard Almeida'nın yeni klubunun adına aydınlıq gəlib. 35 yaşlı yarım müdafiəçi Braziliyada Primavera'da çıxış eləyəcək. Azərbaycan millisinin sabiq üzvü ilə imzalanan müqavilənin müddəti 5 ay üstəgəl 1 ildir. Yarım müdafiəçi aşağı liqada ən ödənişli oyunçulardan biri statusuna yiyələnməyib. Aylıq məvacibi $6.000 civarında olacaq. Bu indiki məqamda ağsaqqal ləqəbli yaşlı futbolçunu qətiyyən narahat etmir. Onsuz da bəs qədər pulu var. Azərbaycanla yanaşı Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində kifayət qədər böyük pullar qazanıb. Almeidanı düşündürən əsas məsələ oyun praktikası qazanmaqdır. Çünki hələ karyerasını başa vurmaq istəmir. Daha 2-3 il yaşlı meydanlarda görünmək niyyətindədir. Primavera ona belə bir imkan yaratmağı öz üzərinə götürüb. Bax, 2024-cü ilin yayında heyətinə qatdığı Fabian Buntis'lə yollarını ayırmaq niyyətindədir. Ağdam klubu 3 illik müqavilə imzaladığı Xorvatiyalı qapıçını öz istəyi barədə məlumatlandırıb. Köhlən atlar Avropa Liqasının əsas mərhələsində 2 dəfə meydana çıxmış Kiperdən ümumən razı deyil. Bir nömrə olmaq uğruna rəqabətdə Mateusz Kochaski ududan Balkanlının bundan sonra forma geyinmək şansı daha azdır. Çünki Şahrutdin Məmmədəliyev də bir müddət əvvəl sıraya dönüb və hazırda əla təsir bağışlayır. Buntis etiraz etməsə, onunla müqavilə qarşılıqlı razılaşma əsasında xitam veriləcək. Təbii ki, əvəzində müəyyən təzminat ödənilmək şərti ilə. Qarabağın sabiq legioneri Adama Diakabinin yeni klubu bəlli olub. Elə ki, Sportinvo xəbər verir ki, Fransalı hücumçu Ruminiyada çıxış eləyəcək. O, Politexnika yaşıya keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümünün sonuna qədər nəzərdə tutulub. 28 yaşlı futbolçu 2023-2024-cü illərdə Qarabağda oynayıb və 33 maçda 7 qol vurub. Ağdam klubundan ayrıldıqdan sonra Bandırmaspora keçsə də orada da möhkəmlənə bilməmişdi. Neftçi heyətini yeni legioner ilə gücləndirə bilər. Neftçilərin maraq dairəsinə Tobol və Qazaxıstan millisinin sağ cinah yarım müdafiəçisi İslam Çesnokov daxildir. Qazaxıstan mətbuatının yazdığına görə Ağqaralar Tobola sərfəli təklif edib və klub da bununla razılaşıb. Amma hələlik futbolçu öz qərarını verməyib. 25 yaşlı Winger üçün Hearts'a təklif göndərib, lakin Tobol Şotlandiya klubunun şərtlərindən razı qalmayıb. Hazırki müqaviləsi bu ilin oktyabrında başa çatacaq. Çesnokov Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və 2 dəfə fərqlənib. Bu xəbərin reallıqla əlaqəsi varmı? Neftçidən informasiyanı dəqiqləşdirdik. Bildirildi ki, Qazaxıstanlı yarım müdafiəçi Samir Abbasovun transfer siyahısında yer almayıb. Nə dünən, nə də bugün. Qeyd olunub ki, İslamla əlaqəli informasiyanı bəzi menecerlərin şəxsi təxəyyülünün məhsuludur.